Herkese salam əziz izləyicilərimiz. Demək, bugün hər bir akkumulyator alan müştərimizə maraqlı olan sualı cavablandıracağım. Nədir o sual? Gördüyümüz köhnə akkumulyatorlar hara gedir? Köhnə akkumulyatorlar, qardaş, belə deyim də sizə. Məhsulun qiyməti 130 manatdır deyək ki. 130 manatlıq məhsuldan bizə 20 manat qazanc qalır. Amma sizdə də bu köhnə akkumulyator var da, düzdür? Biz bunu 20 manat sizdən götürürük. Həmin o 20 manat bizim qazancımızdır. Sonra isə bu akkumulatoru gəlirlər metal yığanlar, göstərib məsələdir. Belə maşınlardır, gəlirlər tərəzi ilə. Məsələn, sizdən 20 manat götürürük bunu. Yəni, inanın ki, 17-18 manat çıxardı tərəziyə qoyuna. Yəni, əslində bunu götürmək bizə sərf eləmir. Bu videonu niyə çəkirəm? Bu videonu üçün çəkirəm ki, çox müştərimizin üçün birisi sual altındadır. Elə bilirlər ki, bunları təzədən yığırıq, düzəldirik, nə bilim, aparırıq, təzədən vitrinə qoyub satırıq. Belə bir söhbət olmuyub, heç vaxt olmayıb, olmayacaqdır. Gəl içəri keçək biraz, gündüz yeməli. Demək, məhsul unikondur deyək ki, 75-lik. Bu neçədir mayası? 110 manatda deyək, məsəl üçün atıram. Satıram bunu 130 manata mən. Bunu mən sənə verəndə o 20 manatı çıxıram, düşür 110 manata. Yəni, mayası çıxdı. Sən məhsulun mayasını verirsən mənə. Amma mən gözümü amma tikmişəm buna. Bu metalı tikmişəm gözüm ki, kimsə gələcək, kilosunu 1.40-dan, 1.30-dan, 1.20-dən götürəcək məndən 15-20 manat. Nə qalacaqsa mən onu götürəcəm. Və hər akkumulyatorda 20 manat deyil də. Məsələn, böyük akkumulyatorlar var. 4 gözlə çeşqada, məsələn, 100-lüklər də deyək ki. Bunları 30 manat çıxır qiymətdən. Bunlar da yəni 28-29 manat çıxar. O da firmasına görə dəyişir də, yəni standart deyil heç nə. İnşallah ki, yəni sualları cavablandırmış olaram. Çünki həqiqətən çox gəlir. O sual mənə çox gəlir, yorur məni ki, bəs təzədən yığıb qoyursan. Bunu mən nətər yığacam? Mən zavodam, mən fabrikam, mən bunu nətər yığacam? Mən yığmaq kimi bir lüksum yoxdur da, elə bir şəraitim yoxdur mən bunu yığıb. Onda milyonçu olaram da, yəni Prius sürmərəm, sürərəm Galinvagen ki, 20 manat alaram, 150 manata satıram. Elə bir söhbət yoxdur. Ən sonunda da demək istəyirəm ki, bizdə Bakının istənilən ünvanına çatdırılma, quraşdırılma tam ödənişsizdir. Azərbaycanda ola biləcək hər bir maşının orijinal akkumulyatorda mövcuddur. Və satdığımız hər bir məhsula, qardaşlar, rəsmi yazılı zəmanət verirəm. Zəmanət müddət ərzində hər hansı bir problem yaranarsa, bəzi o bazarda, zətdə, orada, burada bəzi insanlar var da, alverçilər var. Deyir ki, ayda bir dəfə gəlməmsən, mən qarantiyanı çıxıram, belə deyirəm. Kimdə ayda bir dəfə gələn akkumulyator yoxlatdıran? Heç kimin o qədər vaxtı yoxdur da, yəni. Bizdə elə bir dələduzluq yoxdur, şükür Allaha. Yəni, problem varsa akkumulyatorunuzda, gəlirik, yoxlayırıq, xarabdırsa dəyişirik. Heç kimin haqqına girmirik, bizim də haqqımıza girilməyinə icazə vermirik. Zəng eləyin, profillərdə nömrəmiz var. Instagramdan, TikTokdan bizi takip edə bilərsiniz. Akkumulyator.bakudur bizim TikTok, Instagram adresimiz. Girib, rahatlıqla izləyib, gündəlik videoları görə bilərsiniz. Sağ olun, var olun. İzləmədə qalın.